evdən səni ərə verirlər. Deyirlər ki, dəli olmusan, sən Medinsuda gedəcəksən, evdə qalacaqsan, sən oxuya bilmərsən. Təsəvvür eləyin, bir istək və bir neçə əngəl. Həyatımızdır da, düzdürmü Aytən xanım? Sizin də bir istəyiniz var, ətrafdan əngəllər. Yazırlar bizə, yoldaşım qoymadı, atam, anam qoymadı. Gəlin bura. Oturursunuz, başlayırsınız öz üzərinizdə işləməyə, kodlama. Dinləyirsən. Məsəl üçün, aldın, dinlədin. Duanı getdin, oxudun. Dua sənin bu həyatda alacaq dərsivi yox eləmir. O sənin beyin cərrahın olacaqsansa, sən dua oxuyaraq bir aktrisa olmaq kimi bir istəyin yaranmayacaq. Bildiniz nə demək istəyirəm? Sən elə o beyin cərrahlığa doğru gedirsən. Amma yox yerdən pul gələcək. Valideynlərin yumşalacaq. Sənə artıq qızsan, ərə getməlisən düşüncəsi onların ağlından Maniyələrin ortadan gedir də, belə deyək. yolun açılır. Hə, yəni yolun açılır sənin. Amma sən o dərsə doğru gedirsən.